Hər səhər Alaxorandan bu parka gəlib gəzişirəm. Bu dumanlı səhərdə ağaclar çox əzəmətli, ecazkar görünür. Bura bir zamanlar kollu, koslu meşə idi. Mənim bu meşə ilə dostluğum yarım əsrdən çox oldu. Bu ağaclar mənim uşaqlığıma, gəncliyimə, qocalığıma şahiddir. Nə vaxt darıldımsa, yoruldumsa, çətinə düşdümsə, ya bu meşəyə gəldim, ya da Arazın sahilinə getdim. Bu səhər düşüncələrin necə gerçəyə dönməsi barədə düşünməyə başladım. 50 il əvvəl bu meşədə gəzişə-gəzişə gələcəyimi düşünür, planlar qururdum. Bugün baxıram ki, həmin düşüncələrim bəlkə də bütünlüklə gerçəyə dönüb. Ona görə əminliklə deyirəm ki, insan düşüncələrini dəyişməklə taleyini dəyişə bilər. Düşüncəni dəyişmək hadisələrə münasibəti dəyişməkdir. Yəni, sənin ixtiyarında olmayan vəziyyəti yox, vəziyyətə baxış bucağını dəyişmək lazımdır. İnsanları hadisələr yox, hadisələr haqqında düşündükləri fikirlər narahat edir. Yarım qalmış Şuşaya baxanın biri deyir ki, artıq yarısı gedib. Digəri baxıb deyir ki, hələ yarısı durur. İnsanın rifahı, saadəti hadisələrin necəliyindən yox, onlara münasibətindən doğur. Həyat bir güzgüdür. Sən düşüncələrində görünürsən. Hər səhər eyni hadisəyə fərqli düşüncə ilə yanaş. Eyni insanlara, eyni vəziyyətlərə, eyni ağrılara yeni bir bucaqdan bax. Görəcəksən ki, həyatın dəyişməyə başlayır. Həyat əslində dəyişmir, biz dəyişirik. Düşüncələrini dəyişmək, reallığı dəyişmək deməkdir. Həyat sənə qarşı deyil. Həyat sadəcə səni sənə göstərir. Ona necə münasibət göstərmək sənə qalmış. Düşüncə görünməz bir gücdür. Bu görünməz güc həyatımızda ən real nəticələri yaradır. Nə düşünürsənsə, onu yaşayırsan. Sən nəyə inanırsansa, həyat onu sənin qarşına qoyur. Düşüncə bir toxum kimidir. Nə əkərsən, onu biçərsən. Qorxu əkərsən, narahatlıq biçərsən. Ümid əkərsən, həyat sənə yoldaş olar, yollar açar. İnsanın ən böyük bacarığı yaşamağı bacarmaqdır. Yaşamaq sənətlərin ən ucasıdır. Bir ağac kimi köklü, bir uşaq kimi saf, bir müdrik kimi sakit ol, sakit yaşa.